Robert Thompson və John Venebis adlı 2-10 yaşlı uşaq 12 fevral 1993-cü ildə James Bulger adlı 2 yaşlı körpəni qaçırır. Dəmir yolu ətrafındakı boş əraziyə sürükləyir, orada bu körpəyə 45 dəqiqə boyunca şiddətli işgəncə verərək vəhşicəsinə qətlə yetirirlər. İngiltərə hökuməti bu uşaqlara 10 il həbs cəzası verir və onların tərbiyələndirilərək topluma yenidən qazandırılmasının mümkünlüyünü göstərmək üçün 8 il sonra azadlığa buraxır. Bir neçə il sonra həmin 2 uşaqdan biri, John Venebis, başqa bir körpə uşağı zorlayıb porno video çəkdiyi üçün yenidən həbs edilir. Qərbdə uşaqlara cizgi filmlərində pornoqrafiya təbliğ olunur. Körpələrə kiçik yaşlarından üzdən iraqlıq normal bir şey kimi göstərilir. Belə bir mühitdə böyüyən uşaqların körpə uşaq zorlaması təbiidir. Bu gün Azərbaycanda da həmin hadisələr təkrarlanır. Körpə uşaqlar üçün konsertdə geylər mahnı oxuyur. Təcavüzkarlıq və zorakılığı təbliğ edən Halloween bayramını bağçalarda qeyd edirlər. Və bunun paralelində uşaqlar məscidlərə buraxılmır. Hətta uşaqlara dini adların qoyulması belə Qərbin ölkəmizdəki lokal bazar rəiyyətini narahat edir. Biz uşaqlarımızın iti, pişiyi, əlinə keçən digər körpələri zorlamamasını istəyiriksə, tərbiyə məsələsində tradisional metodlardan istifadə etməli, övladlarımızı İslami ruhiyyədə böyütməliyik.